Sayın Başkanım, değerli milletvekilleri, hürmetli konaklar, her birinizi salamlayıram və ilk növbədə Sayın Başkanımıza məclisi və səhnəni qəbul üçün və bu toplantılı burada keçirilməsini təşkil edir. Əziz dostlar, artıq 30 ildən artıqdır ki, biz sürətlə dəyişən bir dünyada yaşayırıq və əski təhlükəsizlik sisteminin degradasiyaya və deformasiyaya uğradığı gözlə bağlıdır. Son illərdə, son 4 ilə yaxın bir müddətdə Avropanın mərkəzində alovlanan müharibə də bu dəyişikliklərin sübutunun faktıdır. Və bütün bu hadisələr əlbəttə sınırsız küresəlləşmə cəhdləri fonunda baş verir. Və sınırsız küresəlləşmənin nə qədər faydasından, fərdindən danışarsak, amma bunun fəsadları özünü məhz bu şəkildə göstərir. Bu kontekstdə yeni dünya düzeninin formalaşmasına ehtiyac ortaya çıxır və bugün dünyanın bütün devletləri bunu etiraf edir.